Salamlar, mən Ağa. 3 ildir ki, YouTube biznesi ilə məşğulam və buradan gəlir əldə edirəm. Bu gün sizlərə gəlir qazanılan bir kanalın statistiklərini göstərəcəm və bir yerdə baxacağıq hər birinə. Çox uzatmadan maraqlı olduğu üçün davam eləyək. Hal-hazırda paneldəyəm mən, görürsünüz və kanalın son 28 gün ərzində 7514 baxış əldə etdiyini görürük və bu 7514 baxışa biz $55 84 sent qazanmışıq və burada belə bir məsələ var. Çox insan yəqin ki bu videoya baxan deyəcək ki, bu fərqli bir pul vahididir. Ona görə də mən deyirəm ki, ilk başdan ilə sizə göstərim. Baxın, ayarlar hissəsinə gedirəm və pul vahidimizin buradan ABŞ dolları olduğunu görürük. Buradan bağlayın deyim. Həmin bu gəlir Almaniyadan izləndiyi üçün bu qədər yüksəkdir. Səhifəni də bir dəfə yeniləmək istəyirəm. Bu kanaldan da bağlı öz suallarınızı, ağlınızda qaranlıq qalan yerləri verərsiniz, yorumlardan hər bir sualı cavablayacağam. Buradan da görürük ki, kanal burada çox az izləmələrdən çox yüksək izlənmələrə doğru getdiyini görürük və 987 izlənməyə nə qədər qazandığına baxmaq olur. Ayın 3-ü $9.82 sent, ayın 4-ü də $8.87 sent gəlir qazanılıbdır bu kanaldan və bu gün də 5 oktyabrda 1909 baxış əldə olunubdur. Buna da hardasa $18-19 civarında gəlir verəcək səhər üçün. Və bu kanal yeni kanaldırmı, yoxsa köhnə kanaldırmı? Bu kanal yeni kanal deyil, daha əvvəl istifadə olunmuş bir kanaldır. Sadəcə olaraq bir müddətlik istifadəyə dayandırılmış bir kanal və yenidən istifadəyə açılmış bir kanaldır. Buradan da 48 saatdakı baxışının 2967 olduğunu görürük. 2967 baxışa, yəni totalda 3000 deyək, günlük 18-19-20 dollar qazanmaq mümkündür. Bu kanalda videoları mən sizə göstərəcəm. İçərisi necə olduğunu göstərəcəm. Videolara çalışın, kanal adını yazıb girməyin. Çünki çox insanın kanalı göstərməmə səbəblərindən biri də budur. İnsanlar videonu görür, girir videoya, baxırlar 2 saniyə, 3 saniyə sonra çıxırlar. Bu da həmin kanala ziyan eləyir. Olmaz ona görə də. Çalışın videolara sadəcə olaraq girməyin, kanala belə baxış keçirə bilərsiniz. Ancaq ki videolara girib baxmayın. Çünki bu sizin etdiyiniz bir qarşı tərəfə zərər ola bilər. Ona görə də bunu etmək lazım deyil. Bunu da demək istədim. Gəlir tərəfinə gələndə də buradan görə bilərik ki, bu kanal $178, $304 və $124. Bu aylarda bu kanal artıq istifadəyə dayandırılıb və gəlirlərin az olduğunu görə bilərsiniz. Bu aydan artıq istifadəyə başlayıbdır və yüksəlişə doğru gedir və aylıq bu kanaldan $500-600 civarında qazanmaq mümkündür. Və mənim də bu kanalları daha çox göstərməyimi istəyirsinizsə, daha yüksək səviyyədə, daha çox gəlir olan kanallar, daha çox gəlir qazanmış kanallar canlı göstərməyimi istəyirsinizsə, hər birini üstünü bağlamadan abunə olmağı və bu videonu bəyənməyi unutmayın. Buradan baxıram ki, mən kanalın hər 1000 baxış üçün qazandırdığı gəlir də $9.96 sentdir. Gəlin videolara da baxaq kontent qismindən. Misal üçün deyirəm, bu videoya baxaq. 202 izlənmə əldə edibdir. Buradan xırda bir statistik göstərici də göstərmək istəyirəm. Bilirəm ki, burada anlayışı olanlar da izləyir bu videonu. Ona görə də bunu da göstərmək istədim. Videoya gəlin bir yerdə baxaq. Buradan görə bilərsiniz. Es gibt etwas Magisches, das eintritt, wenn du einfach aus dem Rampenlicht trittst. Wenn du deine Energie von ihm, von der Unsicherheit, von dem endlosen Kreislauf der Gedanken ab. Və görürsünüz, sadəcə olaraq bir şəkildir, alt yazı qoyulub, kanalın logosudur, markalamadır və bu formada bir montajdır. Bu montaj da çox sadədir və sadə formada hazırlanır. Bu şəkildə. Zaten bunların hər birini mən kursumun daxilində, akademiyanın içərisində öyrədirik hər birini. Bütün hər şeyi necə hazırlamaq lazımdır, hansı süni teklərdən hazırlamaq lazımdır. Kanalın hazırlanması da çox sadədir. Çox sadə süni teklərlə hazırlanır bu və gündəlik çox az vaxt gedir bu kanalın hazırlanmasına və hər birində bu kanal daxil olmaq üzrə başqa kanallarda mən kurs daxilində hər birinin necə hazırlanmağını, hər birini öz kanallarımızda göstərərək, fərqli kanallara göstərirəm. Bu dərslər də mövcuddur kursda. Bu videomuz da bu formada olsun. Mən sizlərə bunu göstərmək istədim və ümid edirəm ki, sizin üçün də maraqlı oldu və sizə şəffaf bir şəkildə bu kanalın statistik göstəricilərini göstərdim. Yenə eyni formada bu tip videoların daha çox gəlməyini istəyirsinizsə, kanala abunə ola bilərsiniz və yoruma gəlsin deyə bilərsiniz. Ağlınızda qaranlıq qalan hər hansı bir yer varsa da və yaxud da hər hansı bir sual varsa da yorumlara yazın, hər bir yorumu cavablandıracağam. Bir növbəti videoda görüşərik.